Salam, dəyərli yayınlar, sınaq 8-6-cı sinif riyaziyyat suallarının izahına baxaq. 26-cı sualda deməli, x çıxılsın 3y bərabərdir 5 olarsa, mənfi 4x plus 12y ifadəsinin ortaq vurğunun mötərizə xaricində çıxarmaqla hesabla. Deməli, bizə x çıxılsın 3y ifadəsini verdiyinə görə biz buradan mənfi 4-ü mötərizə xaricinə çıxarsaq, alarıq nə? X çıxılsın 3y. X çıxılsın 3y, bu da bərabər. X çıxılsın 3y-imiz 5 olduğuna görə mənfi 4 vurulsun 5, bu da bərabərdir. Mənfi 20 cavabını almış olarıq. Yəni, doğru cavabımız A variantı. Diaqrama əsasən N, A birləşmə B-ni tapın. Deməli, 3, 4 və 2. Bunların cəmi eləyər 9. Birləşmə D variantı. Düzbucaqlı koordinat sistemində AB parçası yuxarı doğru yerini dəyişdikdə A nöqtəsi mənfi 4, 7. A nöqtəsi mənfi 4, 7 olacaqsa, deməli, baxın, bura gəlib düşəcək. Baxın, bu nöqtəyə gəlib düşəcək A nöqtəsi. Keçərsə B hansı nöqtə? A nöqtəsi olduğu yerdən 2, 4, 6. 6 addım yuxarı sürüşdüyünə görə B nöqtəsi də təbii ki 6 addım sürüşməsi lazımdır. Yəni 2, 4, 6. B nöqtəsi də düşəcək. Baxın bu hissə. Baxın bura. B nöqtəsi də olacaq neçə? O zaman 2 və 4. 2, 4. Doğru cavabımız B nöqtəsi ilə B variantı. 29-cu sual. Şəkilə əsasən AMB qövsü 86 dərəcə. Mərkəzi və daxili bucaqlardan söhbət gedir. AOB mərkəzi bucaqdır, yəni qövsə bərabərdir. Bucaq AOB bərabərdir. Bucaq AOB bərabərdir. Deməli, olacaq mərkəzi bucaq söykəndiyi qövsə bərabər olduğuna görə 86 dərəcə. Bucaq ASB, bucaq ASB daxili bucaq olduğuna görə söykəndiyi qövsün yarısına bərabərdir, yəni 43 dərəcə. Bunların cəmi isə eləyər 929 dərəcə. Doğru cavabımız B variantı olacaq. 30-cu sualda A nöqtəsi 3x, B nöqtəsi 3, 3 nöqtələri ilə verilmiş AB parçasının uzunluğu 5 vahid olarsa, x aşağıdakılardan hansı ola bilər? Baxın, biz bunu bu formada tapaq. Deməli, bura 3, 3 nöqtəsi olsun. X-i 3, Y-i 3. A nöqtəsi isə x-i 3-dür. 5 vahid AB parçası deyirsə, baxın, bura B nöqtəsidir. AB parçası deyirsə, ya yuxarıda ola bilər, ya aşağıda ola bilər. Ümumiyyətcə, parçadan söhbət getdiyinə görə və 3 nöqtəsində olduğuna görə, burada parça olduğuna görə mənfi nəzərə almırıq. Baxın, aşağıda olarsa, bura B nöqtəsidir. Bura mənfi 2 olmalıdır, mənfi 2-də. Ya da ki, 8-də olmalıdır. Yəni, 2 hal mümkündür. Ya, baxın, 3, 8 ola bilər. Ya da 3, mənfi 2 ola bilər. 2 hal. İndi bizdən x-i soruşur. Yəni, y-i 8 və mənfi 2 baxsaq, deməli, cavablarda mənfi 2 olmadığına görə 8. Doğru cavabımız D variantı olacaq. A və B tam ədədlərdir. Deməli, mənfi 11 kiçikdir A-dan, o da kiçikdir mənfi 9-dan, kiçikdir B-dən, o da kiçikdir mənfi 7-dən. Olarsa A çıxılsın B fərqini tapın. Aha. Deməli, mənfi 10-dan böyük, məlumdur ki, A olacaq. A bərabərdir mənfi 10. B isə bərabərdir mənfi 8 olacaq. A çıxılsın B fərqini soruşur bizdən. A çıxılsın B bərabərdir. A-nın qiyməti mənfi 10 çıxılsın mənfi 8. Mənfi mənfiyə deyib olacaq müsbət. Deməli, olur nə? Mənfi 10 üzərinə gəlsin 8. O da bərabərdir mənfi 2. Doğru cavabımız B variantı. 32-ci sualda bərabərsizliyi ödəyən ən kiçik tam ədəd neçədir? Bərabərsizliyi həll etsək, 3x çıxılsın 15 böyükdür mənfi 12-dən. 15-i keçirdək sağ tərəfə olur. 3x böyükdür mənfi 12 üzərinə gəlsin 15. Burada da 3x böyükdür 3-dən, x böyükdür 1-dən. Ən kiçik tam həllini soruşursa, sözsüz ki, D variantı 2. X və Y düz mütənasib kəmiyyətlərdir. Düz mütənasib dediyinə görə Y bərabərdir K vurulsun X. X bərabərdir 2 olduqda Y 5 olarsa, deməli X 5 bərabərdir K vurulsun 2.
Buradan k bərabərdir 2,5. Yəni y bərabərdir 2,5 k-ya. X-i 4 verdiyinə x-ə, üzr istəyirəm, x-ə y bərabərdir 2,5 vurulsun 4. Baxın, x-i 4 verib. Y bərabərdir 10. Doğru cavabımız D variantı. Baxaq 34-cü suala. 34-cü sualda ifadənin qiymətini hesablayın. Birinci mötərizənin içərisini hesablayaq. Mötərizənin içərisində ortaq vuruq 20-dir. Tamamlayıcısı 1-nin 5-dir, 1-nin 4. Toplasaq 20-də 9 almış olaraq. Vurulsun. 10-da 1-in tərsi 1-də 10 olacaq. Çıxılsın. 1/2-ni düzgün olmayan kəsrə çevirsək 3-də 5 vurulsun. 10-da 3 olacaq. Da bərabərdir. 10-la ixtisar gedir. Qalır 2-də 9. Çıxılsın 3-lər ixtisar gedir. 5-ə ixtisar eləsək 2-də 1. Bu da bərabərdir 2-də 8. Bu da bərabərdir 4. Doğru cavabımız A variantı olacaq 34-cü sualda. İfadənin qiymətini hesablayın. 33,75 bölünsün 2,7. Deməli, sürət və məxrəci 100-ə vursaq 3375 bölünsün 270. Bu da bərabərdir. Deməli, 18 ilə 9-a ixtisar eləsək 30, yuxarıda isə 3 dəfə 27, 67-də deməli 67-də 7 dəfə 9, 63, daha sonra 45-də də 5, 375. Yenə də 3-ə ixtisar eləyək. 10-da 1, 2, 5, 125. Bu da bərabərdə 12,5. 12,5, yəni doğru cavabımız A variantı. 36. Uyğun tərəflər perpendikulyar olan bucaqlardan biri 55 dərəcə, digəri aşağıdakılardan hansı ola bilər? Uyğun tərəfləri perpendikulyar olan bucaqlar ya bir-birinə bərabər, ya da cəmi, yəni 180 dərəcə olmalıdır. Yəni ya 55 ola bilər, ya da 125 ola bilər. Təbii ki, bunun ikisini də cavablarda eyni anda verə bilməz. Çünki birini soruşur. Ola bilər deyirsə, yəni bunlardan mütləq şəkildə biri olmalıdır. Təbii ki, C variantı. Ədədlərdən neçəsi sadədir? Bir nə sadədir, nə mürəkkəb? Deməli, 3 sadədir, 4 mürəkkəbdir, 9 mürəkkəbdir, 15 mürəkkəb, 20 mürəkkəb. Deməli, 3, 5, 11, 19 və 23. Sayı neçə oldu? 5. Doğru cavabımız C variantı. 38. Deməli, 4 rəqəmli ədəd 3-ə tam bölünürsə aşağıdakılardan hansı ola bilər? 3-ə tam bölünürsə 3 plus 4 üzərinə gəlsin A plus 8 da bərabərdir 7, 8, 15 üzərinə gəlsin A. Bu ifadənin 3-ə bölünməsi üçün A bərabərdir ola bilər 0, daha sonra 18 olması üçün 3 ola bilər, 21 olması üçün 6 ola bilər və 27 olması üçün neçə ola bilər? 24 olması üçün 9 ola bilər, artıq bu qədər. Aşağıdakılardan hansı ola bilər? Təbii ki, 0, 3, 6, 9-dan 0 olduğuna görə doğru cavabımız A variantı olacaq. 3 ədəddən birincisi ikincisindən 2 vahid böyük. Birinci ikincisindən 2 vahid böyük. Yəni x plus 2. Üçüncüdən 10 vahid kiçik. 10 vahid kiçik. X plus 12 olacaq. Bunun üçünün cəmi neçə olur? 62. Tənliyimizi həll edək. Deməli, 3x plus 14 bərabərdir 62. 3x bərabərdir 48. X bərabərdir olacaq 16. Bu ədədlərdən ikinci ədədi soruşur ilə 16. Doğru cavabımız D variantı. Tənasübdən x, y-i soruşur. Kənar hədələrin hasili orta hədələrin hasilinə bərabərdir. 48. Doğru cavab D variantı. Şəkildə AY-ni 2 verib. AY buranı 2 verib. BY-ni 3. YS-ni 6. Kəsişən vətərlərin xassəsidir. Yəni 2 vurulsun 6 bərabərdir. Buranı x desək 3 vurulsun x-ə. X bərabərdir 12-ni 3-ə bölsək 4. Doğru cavabımız A variantı. BD-ni soruşur. Aha. Burada diqqət edək. BD-ni ümumi uzunluğu soruşduğuna görə 7 D variantı. Yəni burada diqqətli olaq. Ədədi 1,6 dəfə artırsaq ədəd neçə faiz artar? 10 ədədini götürək yuvarlaq olaraq 1,6 dəfə artırmaq nə deməkdir? Olur 16. Aradakı fərq nədir? 6. 6 bölünsün 10 vurulsun 100 bərabərdir 60% artmış oldu. Baxın, 10 ədədi idi. 60% 6 eləyir. Toplayanda 16. Doğru cavabımız D variantı. 43-cü sualda ifadənin qiymətini hesablayın. Burada biraz diqqətli olaq. Deməli,
Birinci modun içərisində mənfi 11, mənfi bir-birinə dəyib müsbət olacaq, müsbət 7. Modun içərisində çıxılsın. 10 bölünsün mənfi 2. Elə burada 10-u mənfi 2-yə böləndə mənfi 5. Bu formada olacaq. Bu da bərabərdir. Baxın, birinci modun içərisində mənfi 4 çıxılsın. Mənfi 5-dən müsbət 5 çıxır. Qarşıdakı mənfidir. Deməli 4 çıxılsın 5 olur. Bu da bərabərdir. Mənfi 1. Doğru cavabımız D variantı. Baxaq 44-cü sual. Düzbucaqlı koordinat sistemində A3, 7. 3 və 7 deməli düşür bu nöqtə. B mənfi 1, 3. Mənfi 1 və 3 düşür bu nöqtə. Bu da B nöqtəsi. Nöqtələrindən keçən düz xəttin ordinat oxu ilə kəsişmə. Deməli, düz xəttin nöqtələrindən keçən bir bağlacı da dəqiq çəkək. Nöqtələrindən keçən düz xəttin ordinat oxu ilə kəsişmə nöqtəsinin koordinatlarını tapın. Ordinat oxu ilə deyirsə, deməli, ordinat oxu bilirik ki, hansı oxdur? Deməli, Y oxu. Ordinat oxu ilə kəsişməsini deyirsə, sözsüz ki, ordinat oxundan 0-dır. Baxın, burada ordinat oxundan kəsişməsi. Yox, ordinat oxundan deyirsə, x-i 0-dır. X 0-dır, y-i bəs neçədir? Deməli, 4 olacaq. 4, x-i 0, y-i 4. 0, 4 nöqtəsi. Yəni, doğru cavabımız B variantı. Eni 3 metr və uzunluğu 10 metr olan düzbucaqlı formasında döşəməyə tərəfləri 25 cm və 4 cm olan düzbucaqlı formasında parketdən ən azı neçəsini istifadə etmək olar. Bu məsələni iki yolla həll etmək olar. Yəni, burada santimetri metrə çevirib və yaxud da ki, metri santimetrə hər ikisində də eyni cavab alacaq. Deməli, o 3 metr 300 cm olar. 10 metr 1000 olar. Çünki hər ikisini 100-ə vurduq. Daha sonra sahəsini tapsaq, S bərabərdir 300 1000 olacaq. 300 1000. Deməli, bu S1 yazaq. Birincinin sahəsi bu qədər. S2-nin sahəsi isə 25 vurulsun 4. O da bərabərdir 100 olacaq. Deməli, ən az neçəsini istifadə etmək deyirsə, 100-ə bölsək, deməli 3000. Doğru cavabımız C variantı. Radiusları nisbəti 5 olan iki konsentrik çevrə arasındakı halqanın qalınlığı 25 cm olarsa, radiusları soruşur. Deməli, halqanın qalınlığı böyük radiusdan kiçik radiusu çıxırdıq. 2K bərabərdir 21, 3K bərabərdir 21-ə, K bərabərdir 7. K-nı 7 tapdıqdan sonra 5K bərabərdir 35, deməli, digəri isə 2K. 2K bərabərdir 14. 35 və 14. Doğru cavabımız A variantı. Kvadratın neçə simmetri oxu var? Aydın məsələdir ki, kvadratın 4 simmetriya oxu olmuş olacaq. Baxın. Bu formada. 4 simmetriya oxu var. Ona görə də doğru cavabımız olur C variantı. 48-ci sualda iki düz xəttin kəsişməsindən alınan qarşılıqlı bucaqlardan biri x plus 14, digəri isə 2x çıxılsın 9 olarsa, bu bucaqların birinə qonşu olan qarşılıqlı bucaqların cəmini tapın. Qarşılıqlı bucaqlar deyirsə, bunlar bir-birinə bərabərdir. Yəni 2x çıxılsın 9 bərabərdir x plus 14 dərəcə. X-i bu tərəfə keçirsək, alarıq 2x çıxılsın x bərabərdir 23 dərəcə. X bərabərdir 23. Yəni 9-u da sağ tərəfə keçirdik. 23. Və bizə nə deyir? Bu bucaqlardan birinə qonşu olan, deməli, qarşılıqlı bucaqlar tapdıq 23 dərəcə. Burada 23 dərəcə. Bu bucaqlardan birinə qonşu olan, fərqi yoxdur, ikisinə də eyni olacaq. 100, deməli, 57 dərəcə. Qonşu olan qarşılıqlı bucaqların cəmi. Digər iki qarşılıqlı bucağın cəmini soruşur. Burada 157-ci. Deməli, 157 üzərinə gəlsin, elə 157.
Toplasaq 314. Doğru cavabımız 314 olacaq. 40 litr 30% duz məhlulu məhluluna neçə litr su əlavə etsək 25% alınır. Deməli 40 litr 30%-dir. 40 vurulsun 30 bölünsün 100. Bərabərdir. Neçə litr su əlavə etdiyimizi biz bilmədiyimizə görə 40 plus x vurulsun 25 bölünmüş 100. Kəsirin məxrəci bərabərdirsə, sürətlər də bərabərdir. Vursaq 1200 bərabərdir olacaq. Deməli 1000 üzərinə gəlsin 25x. Buradan 25x bərabərdir. 1200-dən 1000 çıxsaq 200. X bərabərdir nəyə? 8. Deməli 8 qram su əlavə etsək. Doğru cavabımız oldu 8. 50-ci sualda Samirə pulunun 1/3-nə kitab və 9/2-sinə isə dəftər aldıqdan sonra 20 manat pulu qaldı. Deməli, Samirənin ümumi pulunu baxın x götürək. 3/1x üzərinə gəlsin 9/2x üzərinə gəlsin 20 manat bərabərdir ümumi pulu. Aha. Deməli, ortaq məxrəcə gətirsək, bunun tamamlayıcısı 3-dür. 9/3x eləyir. Toplasaq 9/5x. 9/5x üzərinə gəlsin 20 bərabərdir x-ə. 20 olduğu kimi qalsın. 9/5x sağ tərəfə keçirdək. X çıxılsın 9/5x. 20 bərabərdir. X nə deməkdir? 9/9 deməkdir. Neçə qalır? 9/4x. Buradan da deməli tənasüblə yazsaq 4x bərabərdir 20 vur 9. 4-ə ixtisar eləyək. X bərabərdir 45. Samirənin neçə manat pulu var idi? 45 manat pulu var imiş. Bu qədər. Sağ olun. Hər birinizə uğurlar. Kanalı paylaşıb abunə olmağı unutmayın.